Demək olar ki, hər şey hazırdır mükafatlandırma mərasiminə. Bəli, hakimlərin adı anons edilir Milli Gimnastika Arenasında. Bəli, turnirin direktoru Lemanya Luboviç tərəfindən hakimlərə mükafatlar təqdim edildi. Bəli, 12 gün ərzində ədaləti qorumağa çalışdı hakimlər və onlara təşəkkürlər əlbəttə ki, tam layiqli şəkildə düşür. Mükafatlarını da qəbul edirlər. Yavaş-yavaş digər biz mükafatlarımıza keçəcək. Onların adını siz eşidirsiniz. Əlbəttə ki, mən də razıyam. Səbirsizliklə milli komandamızın mükafatlandırılacağı məqamı gözləyirik. World Mini Football Secretary General. Bəli, çempionatın ən yaxşı qapçısı nominasiyası. Çox güman Serbiyanın qapçısı, bəli. Bəli, Serbiya komandasının golkiperinə təqdim olunur Vladimir Bayiç. Serbiyanın golkiperi turnirin ən yaxşı qapçısı adına layiq görülür. Başqa nominasiyalarda hələ ki gözləyirik seçmə komandamızın üzvlərini. Portuqaliya komandasının üzvü turnirin bombardiri adına layiq görülür. Ama Çexiya komandasının üzvü deyəsən 2 bombardir var. Bəli. Səhv etmirəmsə 7 gol vuran 2 futbolçu olmalıdır. Portuqaliya komandasının üzvü deyəsən. Və çempionatın ən yaxşı oyuncusu Ramiz Çovdarov. Əhsən. Ramiz Çovdarov çempionatın ən yaxşı futbolçusu seçilir. 7 nömrəli oyuncu Ramiz Çovdarov. Həqiqətən də əslində komandamızın bütün üzvləri bu mükafata layiqdir. Çünki hər biri onlar əllərindən gələni etdilər. Hər biri komandamızın qələbəsi üçün gücünü səfərbər etdi. Və Ramiz Çovdarov çempionatın ən yaxşı oyuncusu mükafatını qəbul edir yarımfinal mərhələsində. Bəli, Serbiyalı futbolçular indi dəvət olunurlar. İstərdim onların adını çəkim. Son Avropa çempionları dünya çempionatında bürünc medalla kifayətlənməli oldular. Vladimir Bayiç, Sedomir Tomčić, Aleksa Barac, Marko Živkućin, Davor Popović, Nikola Tomić, Zarije Gojković, Žarko Matić, Veselin Guberinić, Marko Novaković, Nemanja Budaya, Stefan Bosnić, Marko Vujović, Milan Čičić və Jovan Bobar. Baş məşqçiləri Nebojša Desnicadır. Mükafatlar təqdim edilir. Dünya Mini Futbol Federasiyasının vitse-prezidenti və Azərbaycan Mini Futbol Federasiyasının icraçı vitse-prezidenti Talih Nəsibov tərəfindən Serbiya komandasına mükafatlar təqdim edilir. Onu sizə deyim ki, Serbiya komandası heç narazı deyil nəticəsindən. Bayaqdan çox razı görünürlər. Onlara mükafatlar artıq təqdim edildi. Yavaş-yavaş bütün Serbiya seçməsinin üzvləri öz mükafatlarına qovuşurlar. Əgər səsim batıbsa, üzr hesab edin. Çox ümidvaram ki, anlayışla qarşılayacaqsınız. Bəli, Macaristan futbolçularına mükafatları
Avropa Mini Futbol Federasiyasının prezidenti və Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov təqdim edir. Macarıstan komandasının da gümüş mükafatçılarının da heyətini istərdim açıqlayaq. Bence Tayti, Balin Domokos, Balaş Benyeyik, Mikloş Marabas, Mano Mişkey, Tibor Keş, Jombor Kövesti, Robin Koperman, Bence Lovaş, Barnabas Göri, İmri Bossoki, Norbert Bakoni. Baş məşqçi isə Janos Trenčenyi'dir. Trenčenyi Macarıstan komandasının da heyəti bax beləydi bu çempionat ərzində. Onlar favoritlərdən biri hesab olunurdu əlbəttə ki Macarıstan komandası, amma Serbiya ilə görüşdə əsl qəhrəmanlıq göstərərək çox güclü Serbiya seçməsini keçə bildilər. Bəli, bu da Macarıstan seçməsi. Onlar öz gümüş mükafatlarına qovuşdular. Ölkəmizdə təşkil olunan Bəli, ən həyəcanlı məqam budur. Dünya çempionatının qalibi Azərbaycan seçməsi mükafatları qəbul etmək üçün dəvət olunur. Bu inanılmazdır. Həqiqətən də bu bir tarixdir. Futbolçularımız, komanda üzvləri, federasiya nümayəndələri, hər kəs bu anı necə səbirsizliklə gözləyirdi, amma azarkeşlərin dəstəyini xüsusilə vurğulamaq lazımdır. Komandamızın heyətini bir daha açıqlayacağım. Qeyd edək ki, mükafatları Dünya Mini Futbol Federasiyasının prezidenti Filip Cuda və Azərbaycan Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edir. Vəli Qafarov, Müseyib Vəliyev, Ramiz Çovdarov, Elvin Əlizadə, Samir Həmzəyev, Ağaseyid Qasımov, Talih Babayev, Mirmehdi Rızayev, Kamran Qürbətov, Vüsal İsayev, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Rəvan Kərimov, Xətai Bağırov, Kamran Abdullazadə, Mirkamil Əliyev, Eşkin Tağıyev. Baş məşqçimiz əlbəttə ki, Elşad Quliyev, köməkçi məşqçilər Sərxan Məsliyev, Seymur Məmmədov, Ramil Əsənzadə, həkimimiz Samir Məmmədov, komandanın meneceri Emil Mövsümov və adını çəkə bilmədiyimiz o qədər şəxs var ki, bu çempionatın təşkili məsələlərində hər gün dayanmadan saatlarla çalışdılar. Həqiqətən də çox çətin bir proses həyata keçirildi. Milli Gimnastika Arenasına minnətdarlıq düşür əlbəttə ki, bu mötəbər turniri belə uğurla qəbul etdiyinə görə. Bütün təşəkkürlər qeyd olundu, bütün minnətdarlıqlar edildi. Sözsüz ki, bu anı hər kəs gözləyirdi. Biz Avropa çempionu olarkən 2022-ci ildə artıq buna hazırlaşmağa başlamışdıq. Azərbaycan seçmə komandasının əsas niyyəti, məqsədi dünya çempionatında qələbə qazanmaq idi. Bax, adlarını çəkdiyim şəxsləri biz görürük. Talih Nəsibovu görürük, icraçı vitse-prezident. Sərxan Mustafayevi gördük. Əlbəttə ki, bu çempionatda media məsələlərinin təşkilində görülən işlərə görə Sərxan Mustafayevi ümumilikdə federasiyanın fəaliyyətində ən lazımlı transferlərdən, ən güclü transferlərdən biri kimi də dəyərləndirə bilərik və artıq əylənməyin vaxtıdır. Azərbaycan komandası, Azərbaycan seçmə komandası tarixdə 5-ci dəfə keçirilən mini futbol üzrə dünya çempionatının qalibidir. Biz birinciyik. Azərbaycan hər kəsə sübut etdi ki, biz hər birinizdən, bütün komandalardan güclüyük. Ən vacib olan əzmkarlıq, sona qədər mübarizəni hər kəsə nümayiş etdirdik. İndi kubok təqdim olunur. Kubok təqdim olunur. Dünya çempionu Azərbaycan komandası. Dünya çempionu Azərbaycan seçməsi. Azərbaycan millisi 2025-ci ilin dünya çempionudur. Azərbaycan seçməsi. Öz uşaqlarımız dünya çempionu olur.
Bizə qələbə çox yaraşır. Bu 12 gün ərzində çox həyəcanlı məqamlar keçirdik. Çox narahat olduq. Səhvlərə görə biraz həyəcanlandıq. Qol vuranda sevindik. Milli Gimnastika Arenasına hər kəs gəldi. Hər kəs milli komandamıza dəstək olmağa çalışdı. Onların yanında olmağa səy göstərdilər. Və bu da birliyin nəticəsi. Azərbaycan dünya çempionudur. Mini futbolda Avropa çempionluğundan sonra dünya çempionu titulunu da qazanırıq. Hər kəsi təbrik edirik. Bütün azarkeşləri, bütün həmyerlilərimizi təbrik edirik. Azərbaycan mini futbol komandası çox ümidvarıq ki, bu uğurun davamını gətirəcək. Sizi bu gözəl görüntülərlə baş-başa buraxmaq istəyirəm. Yayımın rejissoru Elvin Kulusoy idi. Oyunun şərhçisi isə Tural Məmmədli idi. Sağ olun, növbəti qələbələrə dək, görüşənə dək hörmətli tamaşaçılar.